Mən dolandım bu Qafqazın elini, Qozcuya ata dedim, cavana qardaş, ana bacı bildim qızı gəlini. Bugün analar, bacılar, qardaşlar, bizim bura toplaşmağımız bizi məcbur eləyibdir. Biz gərək bu məqsəmdə toplaşaydıq ki, müharibə dayanaydı, sülh dayanaydı, qələbə çalaydıq, torpaqlarımıza qaydaydıq. Biz ondan sonra həmin toplanışını eləməliydik. Ancaq biz bugün məcbur olmuşuq. Bizi məcbur eləyən qara qüvvə bizi məcbur eləyib, biz bugün toplaşmışıq bura öz ürək sözümüzü deməyə. Mən üzümü Heydər Babaya tuturam. Heydər Baba müharibəni dayandırdı. Ölüm yox, şəhid yox. Müəssisələrə ixtiyar ver daşılsın. İş yerləri təklif elə daşsın. Kimin cəsarəti, qüdrəti, mənliyi, mədəniyyəti, insanlığı var idisə, o həmin iş yerlərini təşkil edir. Bugün biz Şəmsi Səmədzadənin iş yerindəyik. Biz burada çalışırıq. Burada öz ailəmizi dolandırırıq. Heydər Baba İsabonda görüş keçirdi. Xalq üçün çalışan bir dahidir. Onun 75 yaşında bir kişi gecə-gündüz xalq üçün çalışır. 75 illiğin mübarək olsun. Xalqımın babası Heydər Baba. Nəvənlə böyüsün səni tək olsun. Elmin duası Heydər Baba. Millətin qeydinə özün qalırsan, dünyanı tərpədib lərzə salırsan, sözünü deyirsən, zəfər çalırsan, məhvlərin sən xası Heydər Baba. Ələskərin qoy sözləri car olsun, Allah sana kömək olsun, yar olsun, əlində həmişə ixtiyar olsun, unudaq biz yası Heydər Baba. Mən Heydər Babaya Şəmsi müəllimi təqdim edirəm. O, Şəmsi müəllim haqqında yəqin ki, maraqlanır, bilir, neçə dəfələrlə bizim şirkətə nazirlikdən, kənd təsərrüfatından nümayəndələr göndərib. Və onlar bizim istehsal edədiyimiz məhsulları özləri öz gözlərindən görüblər. Hətta Londona qədər bizim məhsul gedib çıxdı. Londonda şöhrət qazanmışdı. Həmin müəssisədə çalışan biri mənəm. Mən Şəmsi müəllimi Heydər Babaya təqdim edirəm. Şəmsi müəllim saxalı, səxavətli, qüdrətli, cəsalətli bir insandır. Başına mən dönüm, ay Şəmsi ağa. Səxavət əhlisən, nur yaramısan. Tərifin sığmayır dilə, dodağa, ağsaqqal yiğitsən, pir yaramısan. Allah özü tur veribdi özünə. İlahidən kəskər gəlib sözünə. Bəxtin gülür, gülər olsun üzünə. Çırğın yaramısan, gür yaramısan. Boy pufunun şox qamətin gözəldir. Yaraşığın, əzəmətin gözəldir. Qeyrətlisən, bil qeyrətin gözəldir. Sir qaldan mən sənə, sir yaramısan. Dərgələmir səni heç kəs, məni tək. İgit yoxdur bu dünyada səni tək. Cahcalanın qurğun olsun mübarək, təzə qurğuları, qur, yaramısan. Ata baban, Mirzə Əskər savadlı. Nənən şafəridir, mələk tutatlı. Südün ağalıqdır, əsilli, zatlı. Nə vətən onlara zor yaramısan. Kəndin zod olubdu mahalın göyçə. Haq sən xəlq edib yaradıb təhcə. Şirin danışıqlı, ay şirin ləhcə. Yoxdur bərabərin, nər yaramısan. Ələskərin həqiqət var sözündə. Haq vergisi görünür sən gözündə. Oxu şeiri təsdiq eylə özündə. Nadir bilincisən, dur yaramısan. Bu yalan deyil, bu aşkardır. Ama bugün bu aşkarlığı, bunu yalana çıxardan qara qüvvələr var. Zakir Qaralovlar var. Bəli, mən ürək sözümü yeri gələndə deməliyəm. Yaxşını da pisirəm. Mən məcbur olmuşam bu hadisəni görəndə o Zakir Qaralov kimi insana, ona insan demək olmaz, şeytana Heydər babamıza müraciət eləmişəm və bu müraciətdə demişəm ki, Heydər baba bir Allahın eşqinə, bir şeytandan bizi tutar, amandır. Odaq çəkirdi dərginə, qaşqına, südü, xaspərəsdir, südü yamandır. Bu yamanla bizi tutar, amandır. Adı Zakir Qaralovdu famili. Fikri talamaqdır muvanı, mili. Özü prokuror, zəhərdir dili. Bu bizə dost deyil, bizə düşmandır. Bu düşmandan bizi tutar, amandır. Heydər baba, gül yazmışam sözümü. Hak yolunda qurban verirəm özümü. Yollarına zilləmişəm gözümü. Deyirəm alovdur, oddur, tufandır. Bu tufandan bizi tutar, amandır. Şər böhtan eyləyir, hey rüşvət alır.
Salır caynağına hey xəlvət alır. Özünü öyən şan şöhrət alır. Bu yaman bəladır, yaman tufandır. Bu tufanla bizi tutar, amandır. Anası xasesdir, özü metisdir. Bizə badaq atır, niyyəti pisdir. Saxadan qırıqdır, yaman xəsisdir. Dostluğa xaindir, əfi ilandır. Bu ilandan bizi tutar, amandır. Heydər baba, bu naqisə nəzər sal.